mövzu olaraqdan. Deyirəm ki, bax əziz valideynlər, istədiyiniz nə idi? Öyrətmək. Hamınız öyrətmisiniz. Amma biz gələcəyin manyakını deyil, alimini deyil, adamını yetişdirməliyik. Bəli. Yəni biz bu adamlığı unuduruq. Alimliyi hamımız qaldırmışıq pikə. Amma insanı düzgün formalaşdıran hər bir şeyi unutmuşuq. Bəli. Uşaqlarımız hal-hazırda və bir də mənim ən çox təsir edən nədir? Mən hər zaman bunu deyirəm. Deyirəm ki, bir vaxtlar sənin ətəyindən yapışan, səni çağıran, ana deyən uşaq indi səni axtarmır və indi sən onu axtarırsan. Valideynlərindən uzaqlaşan, valideynlərindən kənar düşən və heç bir təzyiqini artıq uşağıva tətbiq eləyə bilmədiyin yaş dövrüdür. Düşünməyi belə qoymadığımız uşaq artıq o həyatına özünün istədiklərini gətirmək istəyir. Nəyi gətirir? Hansı ki sən ondan tamamilə uzaqlaşdırdığın hər bir şeyi qovmusan, indi böyüyüb axı və lazım bildi, bilmədi, zərərli oldu, olmadı, hər bir şey öz həyatına tətbiq eləyib və sənə özünü sübut eləmək istəyir. Əslində bu baş verən bu hadisədə də uşaq özünü bizə, cəmiyyətə sübut elədi. Göstərdi ki, baxın, biz buyuq. O tək öz adından danışmadı, o yeniyetmələrin adından danışdı ki, baxın bizi bu şəkildə yetişdirdiniz. Oxumağımız var, təhsilimiz var, hər bir şey yerində də amma bizi sevgini öyrətmədiniz, bizə davranışı öyrətmədiniz.